Üç uşağım var, üzü istəyirəm. Elə yoldaşım da o vaxt mən tutulandan başını hara vırıb, ağlamaqdan zaddan gözləri tutulubdu. O gün imkan olmadı. O gün yollamışdım həkimə. Elə bir 100%-dan 95%-ni itiribdi. 5% qalıb. Onda həkim deyir ki, o hadisənin sənin tutulmağını eşidəndə, bəli, bəli. O ölümünü xəbər Bəli. özünə xəsarət yetirib, Bəli. gözləri. Bəli. Onda 2000 pul istəyirlər gözlərini də operasiya eləməyə. Deyirlər ki, əgər bu təcili olunmasa, yəni bu bir səhər duracaqdı ki, yəni gözləri təmiz tutulub da, yəni təcili bu olunmalıdır. O da hələ ki heç imkanım zadım yoxdur. Özüm də işləyə bilmirəm. Allah ki bir dənə nədir, lapakanı alıb mən bir yerə qoyub. Yəni 1 kilo şey götürəndə elə bir ki ölürəm də. İxtiyarım yoxdur. Uşağımı çox bir pis vəziyyətlə saxlayıram. Canım o qədər işgəncə görüb ki, canım əl vermir. 2 ildən sonra bax indi biraz yəni durub hərlənirəm. Bədənimdə indi yəni dəqiq baxanda bəlkə də görsənir, yəni dəqiq baxanda. Amma bütün izlər qalıbdı. Yəni sinəmdəki bu dəqiqədə, yəni oturub qalxanda sinəmin ağrısı bütün. O nədən əmələ gəlir? Sinəmi mən dal üstə yıxmışdılar məni yerə. Təpiklə ondan, bir də dəmirlə vururdular. O qədər təpiklə bu sinəmə döşəmişdilər ki, sinəm hiss edirəm ki, bax adicə bir eləyəndə görürəm ki, sinəm bax belə qırıq kimidir, belə xartlıdır. Sinəm çox Başına ilə vurmuşdular? Başıma dəmirlə vurmuşdu. Bir dəfə barının küncünə çırpdı, belə tininə. Bir də dəmirlə vurdu. Başıma da vurmuşdu, boynumun dalına da. Boynumun dalına vuranda əsas yıxıldım. Ən dəhşətli bu işgəncə necə, hansı formada elədilər? Ən dəhşətlisi bu, burada gələndə Məlikşavanda köhnə hərb hissədə elədilər. Orada ən çox orada gördü işgəncəni. Toka verirdilər, suyu tökürdülər, canımıza toku buraxırdılar. Tok bizi qaldırıb vururdu yerə. Da olmayan bir yerdən olmurdu ki, də tok verməyələr. Çox dəhşətli hadisə idi. Mən şəxsən... Gördün mü sahsən? Bəli. Meyit gördün, ölənlər meyitlər, deyəsən göstərdilər. Bəli, bir ikisini gördüm. Səsləri gələndə var idi, otaqlara saldır. Amma eləsinin var idi ki, səsi yox idi də. Yəni, çox güman ki, o ölmüşdü də. Səsi gəl. Nə ilə gördün o ölü vəziyyətdə? Üçünü gördüm. Amma elə bir-iki otaq apardılar, elə kom-kom idi. Ələyəni bağlayıb yıxmışdılar ora, hamısı zarıyırdı. Ölümcül vəziyyət. Bəli, ölümcül vəziyyətdə idilər. Orada o gələn səslər, bağırtılar, çığırtılar. Çox pis səslər. Mən ora girəndə bizcə elə heç nə yoxdur. Bircə elə dedim ki, ay Allah, kaş bizi buraxadı bir dəfə. Yəni elə övladlarımızı görərdik. Daha bildim ki, də ölürük. Pis vəziyyətdir də, burada ölməyəğidir. Andı ki, vaman eləyirsən. Mənim bu işdən, yəni bir o qədər insan... Nə tələb edirdilər ki? Deyir ki, eşitdiyini, bildiyini danış. Mən də deyirəm ki, nə eşitmişəm, nə bilmişəm, nə haqda. Deyir ki, erməniyə işləmişsiniz. Mən də deyirəm ki, yəni biz o qədər vicdansız olduq ki, biz gedək erməniyə işləyək, da özür istəyirəm. Yəni düşmən nədir, işləmək nədir? Biz düşmənin qabağında durmuşuq. Mən özü aprel döyüşündə mən iştirak eləmişəm, o qədər yaralılar götürmüşəm, ağır yaralılar götürmüşəm. Mənim kombatım olubdu. And olsun Allah məni, Fərhadov Cavid olubdu, məni çox istəyirdi. Mən özü də görürdük ki, mən qızdımalı olurdu, yaralı olurdu. Mən onu elə bir götürüb çatırırdım hospitalamı, başqa bir maşına təxliyə edəndə. Təbii ki, bir yardım maşını ilə. Bəli, çatır. İndi o aprel döyüşlərində mən səndən soruşacağım. Bəli. Bu Məlikşavanda ki, bu səs-küy, bağırtılar, təxminən nə qədər adam olardı orada, o dəhşət işgəncələr gördüyünüz yerdə? O gördüyüm, orada otaqlar var idi, başqa otaqlar. İşgəncəni verib, məndən qabaq xeyli adamlar aparmışdılar. İndi dəqiq onun sayını deyə bilmərdim, otaqlar, amma sonradan uşaqlar deyir ki, oradakı olan uşaqlar. Çox idi, hamısını elə bir ki, apaq doldurur. Otaqlar çox idi oradaydı. Qabaq orada hərbisi olub deyən, xeyli otaq var idi. Orada deyir, hamısını kom-kom yığıb doldururdular, ora deyir. Elə bir ki, məsələ eləsi var, 20 nəfər elə otaqda, 15 nəfər. Sən gözünüz adam bağlı idi həmin? Bəli, bağlı idi. İşgəncə verənlərdən tanıdın kimlərsə? Onlardan tanımadım. Biz o vaxt bizdə 3-cü bir bölük var idi. Ora bir dənə gizir gəlmişdi, starşına gəlmişdi. O elə bir ki, bilmədim, dedilər ki, kəşfiyyatdan gəlib hardansa, onu ora starşına vermişdilər, bölüyün starşınası. Pastayanın yoluna gedib gələndə yayın günü idi, əlində prastini aparırdı, palpatar aparırdı, yendirirdi aşağı, nə bilim, nəsə təhvil təslim eləməyə gedib gələndə, mən onu səntraka ilə görəndə aparırdım.
Ürəyim yanır da, deyirdim özümüzünki də öz zabit gizirimizdir. Aparıb gedib gətirirdim. Ondan deyirdim istəyirdim, həkimə deyirdim qobun aparaq yazıq, düşürək gələk. Bir neçə də kombat görür, deyir, sən elə 3-cü bölüm starşinasını gəzdirsən, deyirdim, valla can paponik. İnsanlıqda ürəyim, qəlbim yol vermir. Qoy aparım, düşürüm də. Heç o da yazıq heç nə demirdi. Sonra biz ora aparanda, o bizim axırıncı səfər gözümüz açanda mən bunu oradan gördüm. Gəldim, mənə dedi ki, sən də zərər çəkmisən. Mən buna dedim ki, insafın olsun, kişiliyin olsun, atan anan var, ailən uşağın var. Nə mənada zərər çəkmisən? Düşmən tərəfdən. Buna danış. Nə mənada zərər? Yəni ki, ora... Bəli, işləmisənmi? Bəli. Dedim, sən mənə dedim, tanımırsan, sən o sualı mənə vermirsən. Dedim, amma dedim, yəni ölməsək sağ qalsaq, qarşılaxsaq, mən sağ, yəni çəkdiyim əziyyətlərin hamısını sağ bir mən deyəcəm ki, sağ nə əziyyət çəkmişəm. Sonra eşitdim ki, bizim elə çoxsu döyüb, bizim uşağı öldürən də, ondan şey deyəndə, bu Bərdər rayonunun Nazırlıda, Şatırlıda, bax bu istiqamətlərdə qalır. Mən sonra internetdə baxdıqsa yadıma gəlir də, onu internetdə göstərdilər. Adı, familiyası yadımda deyil. Heç Allah... Qəhrəmanov. Soyadı Qəhrəmanov. Bəli, soyadı Qəhrəmanov idi. Adını amma... Şəhərdə verənlərdən başqa kimi tanımırsan? Başqa heç kimi tanıya bilmədim. Çünki 708-də olanda sən kimləri gördün bu vəzifəli şəxslərdən zaten? 708-lərdən, vallah mən vəzifəli şəxslərdən, yəni orada bizdən o şeydən zaten götürənlər, biz də bir də şeydə olanda, Mərküşəvan əvvəlcə tank bölüyündə olmuşam. Burada Mərküşəvanda olanda, mən sonradan elə bir ki, hadisəyə getmişəm. Tank bölüyündə olanda orada bir yurist var idi. Məni orası siftə gətirəndə mənə dedi ki, üzr istəyirəm, dedi ki, şərəfsiz, sən də düşmənə işləmirsən. Mən də ona qayıtdım ki, şərəfsiz sənin gözünsən, çoxsu mənim onun üstündə işgəncə verdilər. Həmən yurist. Yuristin də dəqiq ad familiyası yadımda deyil. Çünki Allah haqqı elə bir vəziyyətdəyim ki, yəni yaxın işlədiyim yoldaşlar mazən gedir, tam belə dərindən şey verməyəncə mən onu tanıya bilmirəm. Yaddaşım da çox, vapşım demək olar ki, tifdir. Aydındır. Sonra bu sənlə bərabər sizə gəldi 5-6 nəfər var. O işgəncə görənlər. Nə idi onların adı soyadı? Onların elə bir adı yadımdan çıxıbdı. Açığı ad familiyaları. Onlar bizim ikinci tabor var idi. O taborun uşaqları idilər. Məsələn, 3-cü tabordan da var idi. Ondan qərəgahın özündən də var idi. Prosto yəni xidmətimiz bir yerdə olmamışdı deyin. Başqa taborlarda olmuşdu. İşgəncə görəndən sonra səni zərər çəkən kimi tanıdılar, arası bir məhkəmədə, prokurorluqda, nədir? Heç bir məhkəməyə dedilər, heç ara orada bizə hədə qorxu gəldi, heç ara şikayət eləməyin, heç ara məlumat verməyin, ondan gedin evinizə, eşiyinizə, ola bilər sizi çağırıb tutarıq, sizin hələ işiniz qabaqdadır. Yəni bizə elə hədə qorxu gəlirdilər ki,